Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 30 sentyabr 2025-ci il. Baxın, bu kiçik nukleoslar özlərini vəhşi cırarlardan necə qoruyurlar dostlar. Uçuş bacasına çıxıb orada topalaşırlar ki, o vəhşi cırarların əlindən özünü qoruya bilsinlər. Baxın, görün necə bu yazıqlar əziyyət çəkirlər özlərini bu dönəmdə qorumaq üçün. Maşallah, arılarımız yağışdan sonra bir gün çalışır. İndi keçək əsas məsələyə. Yeni nəsil arıçılar deyirlər ki, arılara droj vermək lazımdır. Ki ana arı yumurta qoysun. Ay vay. Əgər ana arını drojla yumurta qoymağa zövq etmək olsaydı, deməli dostlar, Azərbaycanda çörək bişirənlər maya droju tapmazdı. Baxın, ana arının yumurta qoyması üçün şərtləri sadalayıram bir neçəsini. Sürfələri yemləmək üçün çiçək tozu lazımdır. Çiçək tozu, güləm qarışığı. Yem bazası. Mövsüm. Hava şəraiti. Məhsuldar ana arı. Ən əsası sağlam arı ailəsi. Baxın, bütün bunlar olmalıdır ki, ana arı da hər zaman yumurta qoysun. Ana arını drojla arılar yemləmir. Ana arını nə qədər yumurta qoyursa, dünyada analığı olmayan arı südü ilə ana arını yemləyirlər. Məhz ona görə 35-40 gün ömrü olan arı ana arını arı südü ilə yemləyir. Ona görə də ana arılar 5 il, bəzən 4 il, bəzən 6 il yaşaya bilir. İndi dostlar, bugün sentyabrın 30'udur. Bir neçə gün yağışdan sonra baxın, arılar necə çiçək tozu daşıyır. Yazda belə çiçək tozu gəlmir. İndi vallah o sosial şəbəkələrdə o qədər professorlar çoxalıb ki, baxın, ana arının yumurta qoyması üçün droj yox. Baxın, bunlar lazımdır. Sonra da deyirlər ki, arılar ölür. Arını arıçı öldürür. Arıçı. Nə qədər arılara əlavə müdaxilələr, əlavə yemləmələr, antibiotiklər verilsə, arı öləcək. Arı zəifləyəcək. Arının bir dərdi var. O da varroa. Varroadan arıları düzgün vaxtında təmizləsəniz, arılar ölməyəcək.
arıları biz arıçılar öldürürük. Yazda gətirdiyi çiçək tozlarını yığıb satırıq. Baxın. Sentyabrın 30'udur. Arıya nə lazımdırsa onu da edir. Sağlam arıdan söhbət gedir dostlar. Sağlam arıdan. Par par parıldayan arıdan söhbət gedir.